Bir dostumuz mənə zəng çaldı ki, Vüsal bəy, 15 illik ayrıldığım sevgilimlə qəflətən şəhərdə göz-gözə gəldik. Qeyri-ixtiyari olaraq ikimiz də salam verdik. Ötüb keçmək istəyəndə israrla ayaq saxlamasını xahiş elədim. Bu 15 ildə bircə dəfə necəsən deyib, niyə halımı soruşmadın demək istəyəndə, mən 15 ildir ki səndən gizli, sənin dostundan səni həmişə xəbər alıram dedi. Kövrək bir səslə dünya gözümdə qaraldı o an dedi. Və bunu qələmə almağımı xahiş elədi həmin dostumuz. Məni soruşmusan dostdan, tanışdan. Nə deyim? Yaxşıyam. Duyulur səsim. Əgər nəfəs almaq yaşamaqdırsa, yaşayıram.